Senin adınla başlayan torpaksa sözün bittiği yerde ana. Növbemi başa vurup gözlerimi yumanda baş koyduğum senger dizlerinde elebil. Dan yer sökülende gururla ayaküstü durup bakışlarımla oyattığım güneş gözlerine benziyor. Torpağın sinesini yarıp nice giydi öz avuşuna alan senger. Kolları kimi mihriban bağrına basır beni. Vətən deyəndə ağlıma sadece büyüdüğüm kent gelirdi. Uçsuz bucaksız tarlalar, bağlar, bostanlar, gür ha gür axan çaylar canlanır dağında. Mən indi anladım vətən ne demekti. Vətən benim doğmalarım imiş. Vətən Mübariz İbrahimov imiş. Vətən Mayor İmamov Samit imiş. Kapitan Vakif Bayramov, Əskər Ülvi Məmmədov, Baş Leytinant Ziya Həsənov, Gizir Seymur Baxışov imiş ana. Kentdeki qərib çoban imiş vətən. Şəhərdə məktəbə gedən qız uşağı, həsrətlə yol gözləyən ana imiş vətən. Mən də bu vətən üçün döyüşmüşəm. Sen ona göre benim anamsan ki, ben əskər doğmasan. Sen dünyaya daş getirmedin ana. Daşları daş üstə koyup qalat dikip səngər eləyən, o səngərdən səni qoruyan oğlu böyüttü. Mən sənə də, səngərə də, vətənə də bir səfər borçluyam. Eğer bu mektubu okuyursansa, değerli vətən üçün büyüttüğün oğlun canını bu torpaqlar uğrunda demiştirdi ana. Ama ne bade ağlayasın. Gözün aydın olsun. Oğlun en uca mertebeye, şehitliği zirvesine ucaldı ana. Başını dik tut ana. De ki,